Mən Alvasova Məlahət Rəşid qızı. Balakən rayonunun Hənifə kəndində yaşayıram. Hənifə kəndi çox əvvəllərdən də lider qadınların məskəni olub. Belə ki, Hənifə kəndində Aşıq Sənəm adlı bir qadın yaşayıb. Qurduğumuz Qadın İnkişaf və Müəssisə qrupunun adını Aşıq Sənəm Qadın İnkişaf Müəssisə qrupu qoymuşuq. Müəssisəmizdə 11 nəfər qadın iştirak edir. Bu 11 nəfər qadının hər biri Hənifə kəndinin bir lider qadınıdır. Belə ki, hər qadın təklikdə gördüyü hər iş gözəldir. Ancaq onların gücü birləşəndə daha gözəl olur. Kənd həyatı yaşayıram. Kənd təsərrüfatı ilə məşğulam. Belə ki, maldarlıqla məşğuluq, fındıqçılıqla məşğuluq. Bundan əlavə biz qrupla meyvə qurutmaqla məşğuluq. Çox gözəl müştərilərimiz var bizim. Əvvəl meyvə qurutmağa başlayanda biz fikirləşirdik ki, görəsən bunu necə satarıq, necə biz bunu tədarük eləyirik, ancaq sata bilərikmi? Bizi tanıdıqca bizim gördüyümüz işi hər kəs bəyənib, bizim meyvə qurularımız alınır, meyvə qurularımızı çox gözəl satırıq. Bu ildən ət qurutmağa başlamışıq. Qaxac əti qurudan Balakən rayonunda çoxdur. Ancaq bizim qurutduğumuz ətin çox gözəl dadı var, keyfiyyəti var və gigiyenik qaydada qurutduğumuz üçün bizim müştərilərimiz gündən-günə çoxalır. Bundan başqa mənim Hənifə kəndində 2 hektara yaxın fındıq bağım var. Bu fındıq bağında 10 nəfər qadın işlə təmin olunur. Mən istəyirəm ki, qadınlar daim inkişaf etsinlər. İqtisadi baxımdan öz həyatlarını dəyişsinlər. Böyük dəyişikliklərdən qorxmasınlar. Böyük dəyişikliklər üçün biz qadınlar heç vaxt kiçik deyilik. Biz bunu bacarırıq.